Kamil, F10 yoxsa Optima? Fikirləşmədən deyərəm ki, Optima. İskəndər, F Əgər avtomobilin amortizatoru dağılıbsa, mütləq tədricən avtomobilin özünü də dağıdacaq. Car, 212 kuza Mercedes yoxsa Optima? 213 kuza Mercedes benzin motoru. Car, Elantra yoxsa Dördgöz? Təbii ki 400. Təbii ki 2015-in Elantrası daha ekonom, Rauf, BMW F02 yoxsa Mercedes 221? BMW F. Ən zay maşın, Assaman. ən zay maşın. 39-3. Dostlar, gələn həftənin 5-ci və 6-cı günü bizim bu mağazamıza içəri keçək, həm də mağazamıza. Bir izləyicimiz və dostumuz istəyir ki, müqayisə eləyək F30 yoxsa S350 Mercedes. Təbii ki, alıb sürmə. Dostlar, deməli hal-hazırda mağazamızda olan yağlardan sizə bir adlarını çəkəcəm və əlavə olaraq hansı yağdır? Pulsuz qatqı. Bardalın pulsuz qatqıları. Polnu, benzin. Deməli dostlar, Pərvizdən soruşuram ən bomba yağ. İstəyir desin ki, kabirlə rizi. Ravel yağ nəyə görə qaralır? Əslində bu çox müsbət haldır. İstər-istəməz mühərrik uzun müddət işləyir, xüsusilə onun da. Dostlar, məcburən bu mövzuya ikinci dəfə qaydırıq. Karobkan vurur, söktürməyə tələsmə, bobin və sveçanı yoxlatır. Bu proses necə? İzləyicimiz və müştərimiz sual verir ki, qardaş, mən 12-13 manata yağ alırdım, heç 1 qram da nə? Dostlar, məcburən bu mövzuya ikinci dəfə qaydırıq. Karobkan vurur, söktürməyə tələsmə, bobin və sveçanı yoxlatır. Bu proses necə? Ən zay maşın, Assaman. ən zay maşın. 39-3. Qardaş 30 manata xayki almışam. Bax gör bu orijinaldır ya yox. Qardaş orijinal nakladkaya pulum çatmır. Nə təklif edə bilərsən? Ümumiyyətlə pul çatsa da, çatmasa da, əyərləri bir 300-200 dünyada ən çox saxtalaşdırılan 5 yağ brendi. 5-ci yerdə Motlu hesab eləmək olar. Motul həmçinin qeyd edeyim ki, sintetik. Kamil, 2020 Sorento yoxsa 2012 Avtomobilin nakladkası zay olub və artıq dəyişməlisiniz Hyundai və Kia üçün təxminən modelə görə. Toyota sürürsən, sən bezatqaz həmişə sürməlisən. Onun üçün aldanmamalısan orijinal məhsullar. Əgər avtomobilin amortizatoru dağılıbsa, mütləq tədricən avtomobilin özünü də dağıdacaq. Dostlar, sizcə Mercedesin orijinal öz yağı yoxsa alternativ brendlər? Misal deməli, dizel Mercedes səviyyə